Gördüyünüz Vestel markalı Paltaryan şikayət nə ilə bağlıdır? Birinci növbədə Paltaryan su axıdır. O düzəldi. İkinci növbədə Paltaryan səs eləyir. O düzəldi. Üçüncü növbədə Paltaryanın teni necədir? Teni çox pis gündə. Barabanı sökmüşkən teni də dəyişdik. Paltaryan hazır vəziyyətdə gördüyünüz kimi işlədi. Ent yazıb, hazırdır. Heç bir problemi yoxdur. Artıq qazan da yığılıbdır. Burada da yüngül sızması var idi. Bunu da düzəltdik. Heç bunu bizə deməmişdilər. Paltaryanla bağlı nə sualınız var, şikayətiniz var, düzəlməyən Paltaryan yoxdur. Nömrə səhifədə var. Zəng eləyirsən, şikayətini bildirirsən, adresini deyirsən. Biz mümkünsə telefonda sizə təqribi xərc aralığı deyirik, razıca düzəldib veririk. Bundan gözəl xidmət, bundan gözəl səhifə, bundan gözəl yoxdur da, yəni belə bir şey yoxdur. Gedin bütün səhifələri axtarın. Bizim servis kimi mükəmməl, follow olan, girin səhifəmizə baxın, likelarımıza baxın, izlənmələrimizə baxın. Bizdən çox kimisə izləyib, like atıb, follow edən varsa onu çağırın. Bu followlar, likelar boşuna deyil də, yəni. Nə qədər maarifləndirici videolar çəkmişik indiyənə qədər. Sizin TikTokda gördüyünüz bütün videoları yadınızdan çıxardın. Bu səhifəni izləyin. Bu səhifəni follow eləyin, saxlayın. Sizə görə deyirəm. Bizdə zaten iş çoxdur. Amma sizin yaxşı ustaya ehtiyacınız var. Amma yaxşı usta çox yoxdur. Siz çoxsuz, bizdən yoxdur. Yəni çox azdır. Yoxdur deyəndə belə pis çıxmasın, özünü tərifləmək kimi çıxmasın. Sizə kömək mənasında deyirəm. Yəni siz yaxşı usta əlim yanında axtarırsınız ki, pulumu da verirəm, amma yaxşı işimi görən yoxdur. Bax o yaxşı işinizi görən bizik. Follow eləyin, səhifəni saxlayın.